Həmişə istəmişəm ki, evimdə kinoteatrım olsun. Amma televizorum heç vaxt böyük olmayıb, lakin hazırda bu o qədər də vacib deyil. Çünki bu var. Qarşılayın Euroax HD EU TP5. Əvvəla bu cihaz kompakt qara korpusu ilə gəlir ki, bu sizin stolunuzun üstündə çox da yer tutmayacaq ki, bu onun ən böyük üstünlüklərindən biridir. LED lampası və Android əməliyyat sistemi ilə təchiz olunması onun ən böyük fərqlərindən biridir. Gəlin görüntü keyfiyyətinə nəzər alaq. Bizi burada HD görüntü gözləyir, LED lampanın ömrü təxminən 20.000-30.000 saat arası dəyişir, Wi-Fi və Smart Android sistemi ilə birbaşa film və serial izləmək mümkündür. Bu o deməkdir ki, nəinki laptopa qoşub film izləyə bilərsiniz, həmçindəki Netflix, YouTube və digər platformalardakı seriallar və filmləri rahatlıqla qoşub izləyə biləcəksiniz. Bundan qabaq dediyim kimi, cihazın ən maraqlı tərəflərindən biri onun Android əməliyyat sistemi ilə təchiz olunmasıdır. Bu onu sadəcə HD çıxışı olan hər hansı bir cihaz etmir. Burada biz Wi-Fi ilə əlaqə qura biləcəyik, proyektora YouTube, Netflix, oyun və tətbiqləri yükləyə biləcəyik, telefonu kabelsiz screen mirroring ilə bağlaya biləcəyik. Yəni ki, bu balaca artıq proyektor deyil, bu artıq mini smart TV-dir. Proyektorda HDMI, USB portlar və Wi-Fi dəstəyi də mövcuddur. Bu o deməkdir ki, həm kompüter, həm telefon, həm də USB vasitəsilə rahatlıqla çalışa bilərsiniz. Bu proyektorla siz evdə film gecəsi keçirə, hər hansı bir təqdimatlarınızı göstərə, uşaqlarınız üçün əyləncə keçirə və yaxud da ki, oyun konsolunu bura bağlayıb oyunlarınızı belə oynaya bilərsiniz. Bu tip proyektorları Smart TV-lərdən üstün edən onların məhz kompaktlığıdır. Çünki bunu götürürsən, istədiyin yerə aparırsan və istədiyin yerdə kino gecəsini rahatlıqla təşkil edirsən. Əgər sən də bu cihazı əldə etmək istəyirsənsə, o zaman Rəşadın sənlə mağazalara, veb-sayt və mobil tədbirlər vasitəsilə sifariş edə bilərsən. Əgər bu cihazla bağlı hər hansı bir sualın yaransa, bu videonun şərhləməsində qeyd elə və yaxud da ki, ulduz 0171 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun dostlar, mən isə getdim kinoma baxım.